Siğə Qurani Kərimdə açıq keçən nikah növüdür. Haram olsaydı ayə ilə əsaslandırılmazdı. Sonradan qadağa iddiası isə siyasi fiki qərardır, ayə deyil. Siğə məsələsini sənə belə izah eləyim. Səncə zinanı, evlilik xarici cinsi əlaqəni qadağan eləyən İslam dini muta nikahının önünü aça bilərmi? Təbii ki, xeyr. İslamın cahiliyyə ərəblərinə gəldiyini nəzərə alaraq, Allah Teala bu toplumu Peyğəmbəri vasitəsilə tədricən formalaşdırmağa çalışıb. Yəni, misal üçün, içki ilk illərdə haram buyurulmayıb, amma insanları tədricən ondan uzaqlaşdırılmağı çalışılıb. Haram buyurulma xronologiyası bu cürdür. Birinci mərhələ fayda-zərər maarifləndirməsi. Bəqərə 219, səndən sərxoş edici içki və qumar barəsində soruşurlar. İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür. İkinci mərhələ qismən qadağa, ibadətlə məhdudlaşdırma. Nisa 43, sərxoş ikən nə dediyinizi anlayıncaya qədər namaza yaxınlaşmayın. Üçüncü mərhələ mütləq və ümumi qadağa. Maidə 90-91, içki şeytan əməlindən olan murdar şeylərdəndir, ondan uzaq durun. Yuxarıdakı məntiqdəki kimi İslamın gəldiyi ilk illərdə evlilik xarici cinsi əlaqələri regulasiya eləmək məqsədi ilə muta nikahına icazə verilmiş ola bilər. Amma sonraki mərhələlərdə sənin dediyin kimi siyasi fikri qərar, yəqin ki, ya Peyğəmbərin qadağa etmə hədislərini, ya da ki, Heyzə, Ömərin qadağa hökmünü nəzərdə tutursan ilə yox, elə birbaşa Allahın zinanı haram buyurdu ayələr ilə qadağan olunub. Çünki mütəni evliliyin bir növü olaraq görəcək qədər ağlını itirməmisən yəqin, bu bildiyin bir zina növüdür və qadağan olunub bu cür, mənim fikrimcə ən doğrusunu da Allah bilər.